Aleyküm salam. Adil onun dəstəsi qardaş soruşur ki, bəs şeyxlər danışıblar axı, bəs şeyxlər var ki, məsələn, deyir, soruşurlar ki, danışıblar, onları belə deyiblər hər şeylərin və sadəcə qardaş başa düşmür ki, bunlar nə üçün bunları qəbul etmirlər, yoxsa yox, bunlar Adil onun dəstəsi, bunlar onları şeyx saymır. Yəni necə? Deyir ki, bunlar hələ belədir də. Ya şıntır-mıntır deyir bəzilərinə şıntır gülürlər və ya məsələn tutaq ki, bəzilərini şeyx saymırlar. Deyirlər, o kim deyə və o hələ belə də danışır da. Və əksinə onları eyb eləyirlər. Deyirlər, hə, de filan kəs belə, o belə deyib və s. Bilirsiniz, burada bu söhbətdə elə qism var ki, adamlar olan minhəcib doğrudan da mümeyyidi və hizbi minhəcidir. Elələri var ki, inciyiblər. Haçansa nəsə olub, məsələn, konfet verilməyib, Allah bilir, nəsə inciyib, ona görə dəli düşür, adam minhəc əqidə söhbət eləmir. Burada cürbəcürdür, amma var elələr ki, bəli, o minhəcdədirlər, o minhəci müdafiə edirlər. Qaldı ki, o sələfi şeyxlər hansı ki, o məsələn, Şeyx Raslandır, onlar əslən Şeyx Raslanı heç alim saymırlar, bəlkə də. O cürbəcür sözlər deyirlər. Ona görə qəbul eləmirlər olan dedikləri.